Hər kəsə salamlar dostlar, mən Oktay. Bugün sizlə klan savaşlarının ilk bölümünü çəkirəm. Bəli dostlar, amma bu çox fərqli bir bölüm olacaq. O sizi o savaşları göstərəcəyəm. Bu videonun adını isə mən farklı klan savaşı qoyacağam. Bəli, mən ilk köyümüzü tapıb sizinlə birlikdə olacağam. Bəli dostlar, gördüyünüz kimi mən bir savaş tapdım. Covid idi və mən bunu sizə göstərəcəyəm. Gördüyünüz kimi bu köydə açıq köydür və mərkəzə girmək biraz zor olan köydür. Amma bizim güclü oyuncumuz Vedat abi bu köydə qalmış və buradan 3 ulduz almış. İstərsinizsə bu savaşı baxaq və savaşı incələyək. İlk öncə Vedat abi 3 tarafdan golemləri yollamış və arxasınca bəzi tərəflərdən pekkaları salmışdır. Və golemlərin arxasına tanklamaqdan istifadə edib büyücüləri yollamışdır. Klan kalesindən devlər gəlmişdir və onlar da bir tanklama görevi yapmışdırlar. Gördüyünüz kimi hava savunması görüş qoruyucunu aniden yox elədi və o Vedat abi hələ də saldırısını davam etdirir. Dostlar, sizə bir şey anlatmaq istəyirəm ki, ya 15 videoda ya da ki 20 videodan sonra sizə sürprizim olacaq. Özdə bu bir dənə deyil, 2 dənə olacaq. Bəli dostlar, çox tərəf sol tərəfi yığışmışdır və oradan toplu hücum etmişdirlər. Öndən golem kral pekkalar, arxasınca büyücü kraliçe və onlardan çıxan balaca balıqlar və otçular ətrafı təmizləyirlər. Sol tərəfdə isə 3 büyücü ətrafı təmizləməkdə öz görevini yerinə yetirir. Vedat abinin əlində bir büyücü və 3 öfkə büyüsü qalmasına nəzarən köyün %91%-ni məhv etmişdir. Bəli dostlar, indi bütün əsgərlər mərkəzə yönəldilər və mərkəzə bir öfkə, bir acı büyüsü kullanıldı. Kraliçənin üzərinə bir öfkə büyüsü daha quruldu və əsgərlər son təslanı da almaqla köyü %100 içləyirlər. Bəli dostlar, yeni savaş taparkən sizinlə olacaq. Bəli dostlar, mən yenə də bir savaş tapdım. Bu isə bizim klanımızın lideri Lord Voldemort yeni atının savaşıdır. Bəli dostlar, burada da bir Covid edir. Bizim klanımız Covid savaşçısıdır. Çox insan bu savaşlarda Covid işlədir. Bəli dostlar, istər-sizə savaşı keçək. Gördüyünüz kimi indi Wi-Fi'de bir problem var və düzəldi. İndi isə biz savaşımıza başlayırıq. Bəli, 4 depremlə Nizat mərkəzdən özü üçün yol açılır və o ətrafa oxçuları göndərir və tam ortaya şəkildə olaraq 2 golemini buraxır. Arxasından 2 büyücü və ətrafları təmizləmək üçün biraz büyücü işlədir. Sonra isə mərkəzə bir pekka yollayır və arxasınca əlində olan büyücülərin yarısını və sonra isə bəzi büyücülər buraxır. Nəhayət o büyücülərin hamısını yollayır və arxasınca bir pekka və klan kalesindən bir pekka yollayır. Səhv edəmirəmsə, bu pekkanı da ona mən göndərmişdim.
Bəli dostlar, sizə bir şey də demək istəyirəm ki, hər dəfə eyni klandan olacaq, yəni klanın güclü savaşması ilə bağlıdır bu. Hər dəfə eyni klandan olacaq savaşlar. Ona görə bu sıx-sıx video gələcək. Gördüyünüz kimi bir bomba onun 3 büyücüsünü yox edir. Və öndən Pekka, arxadan büyücü, sol tərəfdə, sağda isə öndən bir Pekka, bir golem və arxasından büyücülər iş görməyə davam edirlər. Bəli dostlar, gördüyünüz kimi bizə çox bir qaylar buranı alır. Bəli dostlar, bir söylədiyim kimi bunu ya mən göndərmişəm Pekkanı, ya da ki bizim klanımızın ən çox bağış yapan insanı Lord Void'a bağışlar Mustafa bunu göndərir. Mustafa dostumuza da təşəkkür edirik, çox bağış yapır. Bəli dostlar, Nicat da bu köyü üçləmək üzrədir. %99 əgər savaşını bitməsinə son 5 saniyə qalır. Bəli dostlar, indi isə videonu saxlatdıram və sonraki savaşı sizlə birlikdə olacaq. Bəli dostlar, Lord Voldemort, yəni yaxşı kimi dediyimiz Nicatın bir gözəl saldırısını daha izləyəcək. Dediyim kimi bu klan Govipe savaşçısıdır. Ona görə sizlərə burada Govipe'nin yöntemlərini və başqa şeyləri göstərəcəyəm. Gördüyünüz kimi Nicat 4 dörtümlə mərkəzə bir gözdən yol açır və ətrafdan bir büyücü mərkəzə doğru 2 golem və arxasından 3 büyücü yollayır. Sonra isə yenidən mərkəzə doğru bir Pekka daha doğrusu 2 Pekka yollanır. Və Nicat Pekkaların tam mərkəzə getməyinə əmin olmağını istəyir. Sonra isə duvar yıxıcılarını buraxır. Amma duvar yıxıcılarını məncə rast elə buraxdı. Bəli dostlar, Nicat ilk öncə 3-4 büyücü yenə də ətrafı təmizləmək üçün yollayır və sonra tam mərkəzi gedəcək şəkildə 3 level Pekka buraxır. Bəli dostlar, mərkəzdə bir dev bomba çıxır, amma Nicat əsgərlərini qorumaq üçün ora bir şifa büyüsü atır. Gördüyünüz kimi ətrafı çox büyücü yayıldığından onun işi daha da asanlaşır. Çünki o artıq körnəsi alır. İndi ona sadəcə %50 və onun artıq toplam hasar puanı lazımdır. Bəli dostlar, Nicat son öfkə büyüsünü də mərkəzdə kullandı. Və indi Nicatın artıq büyüsü yoxdur. O sadəcə öz əsgərlərini də savaşmalıdır. Gördüyünüz kimi dostlar, burada Nicat həm də barbar kral işlətməmişdir. Mən Nicatı təbrik edirəm, çünki o gözəl Govipe savaşçısıdır. Bəli dostlar, öndən bir Pekka arxasında 5-6 büyücü davam edir və sağ tərəfdə isə bir Pekka tək başına, bir golem isə öz-özünə yenə də tək başına savaşdadır. Gördüyünüz kimi bombalar çıxır, amma bombalar büyücüləri və Pekkanı çox da etkiləmir. Gördüyünüz kimi golem orada tək başına büyücü köləsini aldı. Və şimdi barbar kralla üz-üzə gəlir. Golem parçalandıqdan sonra barbar kralın canı çox da azalmadı. Amma yenə də olsun
onun canı vermişdi. Gördüğünüz kimi %97 və barbar kralda öldü. Burada 3 büyücü hələ divar yıkmağa devam edirdi, amma savaş bitdi. Bəli dostlar, mən savaş taplatdıqdan sonra yenidən sizinləyim. Bəli dostlar, son savaşımızı isə rəqibdən bizə saldırılan savaşa baxırıq. Bəli dostlar, savaşı sizə göstərmək istəyirəm. İlk öncə bir domuz ilə kırılan kalesi yoxlanılır. Sonra isə bir okçu ilə ətrafa kırılan kalesindəki əsgərlər çıxır. Və tam ora iki zəhər büyüsü işlədilir. Sonra isə ətrafa okçular əjdəri almaq üçün işlədilir. Və əjdəri çox asanlıqla alırlar deməyim, çünki burada çox pis olur. Amma yenə də savaşlarım edir. Sonra isə qraflardan 2 level 2 golem və arxasınca 5 dənə büyücü buraxılır. Sonra isə 2 divar yıkıcı divarları açmaq üçün göndərilir. Və daha sonra yenə daha sonra bütün əlində olan divar yıkıcılar buraxılır və onlar mərkəzə doğru yol açırlar. Burada mənə gələn məntiqsiz şey oydu ki, adam 10 divar yıkıcı gətirir, həm də bir zıplama büyüsü gətirir. Mənasını mən özüm də açığa bilmədim. Bəli dostlar, indi Klan kalesindəki büyücülər də göndərildi. Və mərkəzə doğru bir atlama büyüsü işlədildi. Və mərkəzə bir çox əsgər girdi və kraliçə də arxadan Fernasını vurdu və Fernasını aldılar. Rəqibin əlində bir büyücü qaldı. Onu dəyərinin %50'ni artırmaq üçün işlədəcək. Sol tərəfdə 2 pekka bir golem olduğundan onların canı azalmasın deyə oraya bir şifa büyüsü işlədirdi. Amma bir dev bomba onların canını təzdən azaltdı. İndi kralın yeteneği basıldı. Gördüğünüz gibi %75 və savaş davam edir. Golem orada tək başına savunmaların diqqətini dağıdır, amma bir dev bomba yenə də Pekkanın üzərinə doğru gəldi. Gördüğünüz gibi Pekkanın canı azaldı və kraliçəyə də top atış etməyə başladı. Gördüğünüz gibi Nəqib kraliçəsini kaybetti, amma indi toplar büyücü de Pekkasına vurdu və Pekkasını kaybetti. Bəli dostlar, bu bölümün davamını izləməyə ehtiyac yoxdur. Sizdən xahişim budur ki, kanala abunə olmağı, video bəyənməyi və like atmağı unutmayınız. Ən önəmlisi isə kanala nə qədər çox like gəlsə, o qədər video sayısı artacaq və ən əsası odur ki, like'lar, abunələr artdıqca sizə sürprizlər də artacaq. Bəli dostlar, bu videonun da sonuna gəldik. Gələn görüşlərdik. Hoşça qalın. Diklər demişdim. Sağ olun dostlar.